Qrammatika suallarının izahı ilə davam edirik uşaqlar. Deməli, 13-cü testdən başlayırıq. İlk testimiz bizdən definition istəyir. Annoy təngə gətirmək deməkdir. Kimisə əsəbləşdirmək B bəndi olacaq. To frighten qorxutmaqdır. To make somebody feel afraid. To prove sübut etməkdir. Bu da olacaqdır ki, nəyinsə doğru olduğunu göstərmək. B, C, A, D variantı. 14-cü testdən bizdən əvəzlik istəyir. Baxırıq ki, yiyəli əvəzlik istəyir. Yiyəli əvəzliyində isimlə işlənib, işlənməməsinə görə ayırırdıq. Düzdürmü? Baxıram ki, birinci hissədə isim var. Deməli, mənə asılı lazımdır. İkinci tərəfdə isə isim yoxdur. Deməli, burada da mənə müstəqil lazımdır. Bu da olacaq Y variantında. 15-də bizdən antonim istəyir. Noisy səs-küylü deməkdir. Onun antonimi quiet, sakit olacaq. Big böyük, short qısa, long uzun, dirty çirkli, bunların heç biri bizə uyğun gəlmir. 16-cı testə baxırıq ki, bizdən zaman istəyir. Zamanı ya zaman göstəricisinə görə, ya da digər bir hərəkətə görə təyin edirik. Burada ikinci bir hərəkətimiz yoxdur, amma zaman göstəricimiz var. At the moment hal-hazırda deməkdir. İndiki davam edici zamanın göstəricisidir. Bu da olacaq is singing. Bu keçmiş davam edici, bu keçmiş sadə, bu bitmiş, bu da ki, indiki sadə bizə uyğun deyil. 17-də baxırıq ki, bizdən sifətin dərəcəsini istəyir. As bilirik ki, adi dərəcənin göstəricisidir. Bu da Y variantından modern adi dərəcədə olacaqdır. 18-də bizdən sual sözünü istəyir. Düzdürmü? Düzgün sual sözünü seçmək. Bu zaman cavaba baxacaq ki, cavabda nə vermişəm mən? Deyirəm ki, o Mrs. Smith'dir. Deməli, məndən soruşacaqdır ki, soruşur ki, sənin 4-cü sinif müəllimən kim idi? Düzdürmü? Who was your fourth grade teacher? She was Mrs. Smith. 19-a baxırıq. Buradan bizdən feilin şəxssiz formasını istəyir. Yəni, əslində çox sadə salıbdır burada. Yəni, gerunla məstəri versəydi, bəlkə qarışdırardınız. Amma biz bilirik ki, decide feilindən sonra birbaşa məstər işlənir. Bu da 1 olacaq, 3 olacaq. Yəni, iki feilin yanaşı, heç nəsiz işləməsini biz adətən let və make feilində kompleks obyektdə görürük. Amma bu halda decide feilindən sonra bizə mütləq məstər lazımdır. 20-ci testə baxırıq. Bizdən conjunction istəyir. Biz yaxşı oynadıq, amma qazanmadıq. Deməli, mənə nə lazımdır? Ziddiyyət. Ziddiyyət də but. Bu or seçim bildirir, because səbəb bildirir, and birləşdirir, so da nəticə göstərir. 21-ə baxırıq. Bizdən proposition istəyir. Bu qış mən bibimgillə və yaxud da bibimgildə qalacağam 2 həftəlik. Bu da olacaq B bəndi. I will stay at my aunt's, xalamgildə və bibimgildə, da 2 həftəlik qalacağım for 2 weeks. 22-yə baxırıq. Passive voice istəyir düzdür. I like to listen to music. Deməli, passive voice istəyirsə biz nə axtarırıq? To be, üstə gəl, P2 strukturu axtarırıq, düzdürmü? Burada nə P2 var, nə də to be var. It's very difficult. Burada to be var, amma P2 yoxdur. I was offered a new job. Baxın, to be, P2. The baby slept. Burada feilin keçmiş zamanı var, amma to be yoxdur. Burada da to be yoxdur. C variantı düzgün cavabımız olacaq. 23-ə baxırıq. Bizdən nə istəyir? Mübtəda xəbər uzlaşmasını. One of the tables. Biz demişdik ki, ortada söz önü varsa birinci tərəfə baxırıq. One təkdir, xəbəri təkdir, okey. The cost of this construction. Birinci tərəfə baxırıq, çünki söz önü var. The cost təkdir, xəbər təkdir, düzdür. George and I, əgər and bağlayıcısı ilə birləşibsə mübtəda, xəbər cəmdə olmalıydı. The page of this book. Söz önü var. Birinci tərəfə baxırıq, səhifələr cəmdədir, xəbərim cəmdə olmalıydı. Mənim düzgün cavabım 1 və 2. 24-də nə deyir? To worry, narahat olmaq. Bu olacaq. To feel that something bad will happen. Hiss etmək ki, nəsə pis bir şey baş verəcək. Üzr istəyirəm səsimə görə. Bu B bəndi oldu. Scream, qışqırmaq. To make a loud, high cry. To cover, üstünü örtmək. To put one thing over another thing to hide. B, A, C.
Baxım hansı variantdır? D variantı. Negativ mənalı sözləri istəyir. Embarrassed, pərt olmuş. Peaceful, sakit. Confident, özünə güvənir. Creative, yaradıcı. Disrespectful, hörmətsiz. Deməli 1 və 5 mənim düzgün cavabım olacaq. Artıq writing-ə də keçmirəm. Uşaqlar, writing varsa əlinizdə, yazdığınız bir şey varsa, rəylərdə yazarsınız, qiymətləndirməsinə kömək edərəm. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm.